Akşam görüşleri. Akşam görüşleri. Gelsinler kuşlar akşam görüşlerine. Gelsinler kuşlar akşam görüşlerine. Akşam görüşlerine. Mikrofon önünde verilişin müellifi Rafael Hüseynov. Akşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi unudulmaz bəstəkarımız Ramiz Mustafayevin xatirəsinə həsr edirik. Əslində o aktyor olmalıydı. Ən böyük arzusu səhnəyə çıxmaq, bir-birindən fərqli rollər oynamaq. Kitaplardan ona tanış olan qəhrəmanların ömrünü saatlar ərzində də olsa öz həyatı kimi yaşamaq. Bu sönməz, soymaz istəyi yeniyetmə Ramiz Mustafayevi 1941-ci ildə teatr texnikumunun aktyorluq şöbəsinə gətirib çıxarmışdı. Hələ vur tut 15 yaşı vardı. Təhsil illəri çətin dövrə düşdü. Ağır müharibə gedirdi. İnsanlar nigaran, hamının gözü qulağı cəbhədən gələn səksəkəli xəbərlərdə. Dolanışıq da çətin idi. Müharibə dövrünün ehtiyacları hər addımda insanları sıxırdı. Elə Ramizin dərs aldığı teatr texnikumunda da, o çağın Bakı teatrlarında da müəllimlərdən, aktyorlardan, rejissorlardan neçəsi əskərlik yaşına çatanlar cəbhədə idilər. Qara kağızı gələnlər də vardı. Ancaq bütün acılara, məhrumiyyətlərə rəğmən hamının içərisində ümid heç vəclə söndürə bilməyəcək ocaq kimi közərməkdə idi. Həyat davam edirdi. İnsanlar, arxa cəbhədə qalanlar əvvəlki çağlardan da məsuliyyətli olmuşdular. Hər kəs öz sahəsində fədakarlıqla çalışırdı. Gənc aktyor, doğrusu ona hələ aktyor demək də düz deyil, ona yaraşan daha dəqiqi tələbə aktyor deyimiydi. Ramiz artıq böyük səhnədə idi. Başqa vaxt olsaydı 16-17 yaşlı tələbənin böyük səhnəyə çıxması təəccüblü də görünərdi. Ancaq şiddətli müharibə gedirdi. Ramizin böyük səhnəyə yolunu həm də səhnənin o çağlardakı ehtiyacı açmışdı. Belə çətin vaxtlarda teatrın boşluqları dolduracaq istedadlı cavanlara ehtiyacı çox idi. Odur ki, gedişat hələ tələbə ikən Ramiz Mustafayevi Azərbaycan Dövlət Dram Teatrının səhnəsinə gətirmişdi. İki-üç dəfə tamaşaçı qarşısına çıxandan sonra elə bişmişdi ki, sanki elə çoxdan səhnədəymiş. Ancaq sən demə, tale ona ürəyindəki bir başqa arzunu gerçəkləşdirmək üçün qapı açacaqmış. Aktyorluq edib könlünü ovundursa da gün-gündən qəlbindəki oxumaq şövqü artırdı. Ayrı-ayrı tamaşalarda tək-tək də olsa nəğmələr vardı. Oxuyurdu, ürəyi toxtuyurdu. Ancaq Ramizin umduğu daha çox idi. Artıq onun içərisində başqa təlatümlər vardı. O aktyor olub ara sıra oxumağı deyil, səhnəyə müğənni kimi çıxmağı arzulayırdı. Tale ona bu qapını da açdı və müəllimə də hamının canlı əfsanə kimi baxdığı bülbül oldu. ...1948-ci ildə Ramiz Mustafayev artıq Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi idi. Vokal şöbəsində oxuyurdu. Professor Bülbülün sinifində. ...1952-ci ildə konservatoriyanın vokal şöbəsini uğurla başa vurdu. Məntiqlə onu şöhrətli müğənnilik sabahı gözləyirdi.
Ancaq ürəyi yenə başqa söz deyirdi. Artıq vokal şöbəsinin son ilindəykən qət eləmişdi ki, konservatoriyadan ayrılmayacaq. Burada daha 5 il tələbə kimi qalacaq. Yenə ürəyin istəyi həlledici olur. 1952-ci ildən 1957-ci ilədək tələbəliyini təzədən davam etdirir. Bu dəfə artıq bəstəkarlıq fakültəsində, Boris Zeydmanın sinifində. Bir dəfə artıq ömrün ixtiyar çağlarında Ramiz müəllimə elə bu axşam görüşlərinə növbəti dəfə qonaq gələndə söylədim ki, 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı, romans, daha neçə irili xırdalı əsərlər yazmısınız. Axı bunlar 2 qat çox ola bilərdi. Əvvəldən yolu, ixtisası dəqiq seçsəydiniz, bəlkə o qədər uzun müddətdə təhsil almağa, vaxt itirməyə də lüzum qalmazdı. Ramiz müəllim düşüncəli qayıtdı ki, 10 il konservatoriyada oxudum. Amma əsla peşman deyiləm. Ondan əvvəl aktyorluq təhsili aldığım illər də mənə əzizdir. Mənə elə müəllimlər dərs dedi. Bu təhsil illərinin sayəsində ömrümdən elə insanlar keçdi ki, daxilən zənginləşdim. Bəlkə o illər, o insanlar olmasaydı, ortada olan əsərlərim də belə ürəyim istəyən kimi alınmazdı. Onların işığı, istiliyi indikindən az olardı. Bu axşam qonağımız əməkdar artist Ramil Qasımovdur. Unudulmaz sənətkarımız Ramiz Mustafayev haqqında söhbəti Ramillə davam etdiririk. Ramil 2026-cı il bir çox cəhətdən Azərbaycan ictimai-siyasi gerçəkliyi, mədəni həyatı üçün əlamətdardır. Bir-birinin ardınca çoxlu yuvarlaq il dönümləri gəlir və onların hər biri haqqında əlbəttə ki, düşüncə bölüşmək, söz açmaq vacibdir. Amma bizim üçün elə bu axşam görüşlərindən ötürü ön sırada dayanan o yadda saxlanmalı, qeyd olunmalı tarixlər içərisində bizim ayrı-ayrı görkəmli müğənnilərimizin, bəstəkarlarımızın, mədəniyyətimizdə, musiqimizin tarixində izi olan insanların yuvarlaq il dönümləridir. O sırada ilkin yada düşənlərdən biri Ramiz Mustafayevdir. Bəstəkar Ramiz Mustafayevin bu ilin payızında 100 yaşı tamam olacaq. Ayrı-ayrı insanların 80 yaşının, 90 yaşının, 100 yaşının, 120 yaşının tamam olması və bunun qeyd edilməsi yalnız o insanın özünün bioqrafiyası baxımından maraqlı deyil. Əlbəttə, bu tərəfi də var. İnsan yad olunur, onun həyatına artıq vaxtın hündürlüyündən nəzər salınır. Amma bu insanların hər biri artıq əgər bir 100 illik yolu arxada qoyubsa, əsas odur ki, bu yol keçilib 80 yaşında dünyadan gedib, 70 yaşında dünyadan gedib, yaxud Asəf Zeynallı kimi daha gənc yaşında həyatdan gedib, amma 100 il keçib yaşayır. 100 ildən daha artıq zaman keçib yaşayır. Demək o mədəniyyətin yaşayan bir hissəsidir və bu yuvarlaq il dönümləri artıq yalnız o şəxsiyyətin deyil, bütövlükdə mədəniyyətin o parçasına, musiqinin o parçasına, mədəniyyətdə və musiqidəki nəsillərin o qisminə yuxarıdan artıq vaxtın indiki hündürlüyündən nəzər salmaq zəruriyyətini ortaya çıxarır və Ramiz Mustafayevin də 100 yaşını düşünürkən yalnız onun keçdiyi həyat yolunu, onun yaradıcılığını düşünmürsən, həm də onu düşünürsən ki, bax bu 100 il ki arxada qalıb, bunun içərisində Ramiz Mustafayev və onun nəsildaşları olan böyük bir dəstə bəstəkarlar olub. Həm də onu fikirləşirsən ki, Azərbaycan gör nə qədər xoşbəxt demiş. O zaman ki Ramiz Mustafayev və indi 95 yaşı, 100 yaşı, 105 yaşı, yəni bu ətrafda da onun nəsildaşları olan insanlardır. Onların il dönümləri tamam olur. Bir nə ki, bəlkə də heç yuvarlaq deyil, amma dəxli yoxdur, bu tarixlər ətrafındadır. Bu insanların hamısı çox istedadlı insanlardır. Yəni Ramiz Mustafayev və onun nəslinin adamları, yəni onun taytuşları belə deyəcək olsaq.
Hamısı çox istedadlı, parlaq musiqi tarixində iz qoymuş insanlardır. Amma niyə deyirəm Azərbaycan xoşbəxtdir? O dövrün mənzərəsini göz önünə gətirəndə görürsən ki, artıq sanki bu, əlbəttə, bu idmana aid bir məsələdir ki, birinci yer, ikinci yer, üçüncü sıra, dördüncü sıra. Amma sənətdə bunu şərtiliklə işlədə bilirik. Amma hər halda sənətdə də bu var da. Elə musiqiçilər, elə mədəniyyət insanları var ki, onlar sadəcə istedadlı deyirlər, parlaq deyil, nəhəngdirlər. İndi məsələn bunların dövrünü düşünəndə görürsən ki, bunların yanında nəhənglər var. Məsələn, özü bir böyük dəstə elə nəhənglər ki, biri Azərbaycan musiqisinin bir əsrini doldura bilərdi. O dövrün içində Fikrət Əmirov da var, Qara Qarayev də var, Niyazi də var, Cevdet Hacıyev də var və indi ondan sonra gələn məsələn Cahangir Cahangirovdur, Tofiq Quliyevdir, digərləri var və sonra gəlir Ramiz Mustafayevdir və bunun nəsildaşları. Görürsən ki, nə qədər zənginlik var və bir qısa zaman içərisində xalqın bəxtinə nə qədər parlaq şəxsiyyətlər düşüblər. Və həm də bu Ramiz Mustafayev onun nəslinin, yaş nəslinin adamlarının bəxti o şeydə gətirmişdi ki, məhz belə bir sıxlıq var idi. Sən orada indi Allahın verdiyi istedad öz yerində, çalışqanlıq öz yerində, həm də bir o artıq yarışın, rəqabətin gətirdiyi bir məsuliyyət hissi var. Sən nə yazırsansa, ən əvvəl sənin redaktorun, sənin nəzarətçin öz içərindədir. Bilirsən ki, sabahları mən ortaya çıxardacağım bunu. Məsələn, Qara Qarayev də görəcək, Fikrət Əmirov da görəcək, Niyazi də görəcək, Cevdet Hacıyev də görəcək, Cahangir Cahangirov da görəcək. Yaxud mənim elə hər gün durduğum başqa mənim kimi, mənim səviyyədə olan bəstəkarlar da görəcək, müğənni də görəcək. Mənə irad tuta bilərlər ki, bu sən ümumi sənin səviyyəndən biraz da irəli getməliyikən niyə yerində sayırsan? Hələ demirəm zəif yazmısan. Ona görə bunlar hamısı məcburdular. Məcburdular ki, daha yaxşı yazsınlar, daha yaxşı çalışsınlar. Yəni o içərdən gələn hissiyat, ilham öz yerində. Odur ki, bunlara vaxtın həm də yaratdığı bu bir böyük şans idi. Ki, rəqabət meydanı var idi. Meydan o qədər sıx idi ki, sən hər gün çalışmalısan, təzə nəsə tapmalısan, hər də gün özünü sən təzədən təsdiq eləməlisən. Yox, mən Ramiz Mustafayev'in 5 dənə musiqi yazdım, yaxud Fikrət Əmirovam. Mən bir dənə opera yazdım, bir dənə balet yazdım, simfonik əsərlər yazdım. Da mən artıq yox, əl çəkmirdilər səndən. O birisi yazır axı. Sən dayananda bir də görəcəksən ki, Cevdet Hacıyev keçdi qabağa. Cevdet Hacıyev biraz dayananda görəcək ki, məsələn, Qara Qarayev nəsə yaratdı. Və artıq bu rəqabət vadar edirdi ki, bunlara yenilərin yaratsınlar, daha gözəllərini ortaya gəlsin. Belə bir nəslin, belə bir vaxtın övladı idi Ramiz Mustafayev. Ona görə onun həm bəxti gətirmişdi, həm də Azərbaycanın bəxti gətirmişdi ki, belə bir nəslin, belə bir ulduzlar çevrəsinin Azərbaycanın payına düşməsi var. Və sizin də bəxtiniz ona görə gətirib ki, çox yeniyetmə gənc yaşlarından bu böyük insanlarla təmasda olmuşsunuz. Və indi məsələn siz öz bioqrafiyanızı, yaşınızı göz önünə gətirib Ramiz Mustafayevi düşünəndə adama elə gəlir ki, bu nağıl kimi bir şeydir. Elə bir talih bir qapı açıb ki, Ramil hara, Ramiz Mustafayev hara. İndi Ramilin bugünkü yaşı ilə Ramiz Mustafayevin yaşında, indiki tamam olan 100 yaşında göz önünə gətirəndə görürsən axı böyük bir distansiya var, böyük bir məsafə var arada. Amma bu da vaxtın yaratdığı yenə bizdən iradəmizdən asılı olmayaraq vaxtın Azərbaycana yaratdığı bir şansdır ki, elə eləyib ki, nəsillər arasındakı körpü itməsin, nəsillər arasındakı əlaqə itməsin.
artıq yaşdaşmış nəslin insanları ilə elə onlar özləri də bir daxili zərurət kimi hiss ediblər bunu. Daha gənc, daha yeniyetmə, daha sənətdə ilk addımlarını atanlarla ünsiyyətlərin bunların vaxt yaradıb, onlar özləri də can atıblar ki, o təcrübələr, o biliklər, o köhnə dövrün, köhnə nəslin, o məsuliyyət havası ki var, o gələcəyə gedib çata bilsin. Sizin sənət bioqrafiyanız müəyyən qədər bu çətinliklərinə, enişlərinə, yoxuşlarına baxmayaraq həm də xoşbəxt bir bioqrafiyadır. Xüsusən başlanğıc hissəsi ki, bu qədər adamlarla oturmusunuz, durmusunuz və məsələ, mən heç ağlıma gəlməz ki, günlərin birində Ramiz Mustafayevdən söz açılanda, Ramiz Mustafayevin demək, onu daha yaxından tanıyan, onunla oturub durmuş insanları yox, ondan xeyli yaş fərqi böyük olan gənc nəslin bir insanı danışdıracağım. O nəslin adamları artıq yoxdurlar, gediblər hamısı. Xatirə danışanlar da yoxdur. Onların haqqında yalnız elə keçmiş zamanda ümumi biliklər haqqında söz söyləmək olar, amma gərək xatirə də olsun axı. Xatirə o surəti biraz da dolğunlaşdırır və ona görə siz indi artıq o məhz o sizin çox gənc yaşında, yeniyetmə yaşında artıq mədəniyyət aləmində, musiqi aləmində olmağınız bugün imkan verir ki, həm sizin bir keçmişiniz olsun, o keçmişə söykənib daha yaxşı işlər görməyə bacarasınız. Həm də o keçmişin içərisində sizin qolunuzdan tutmuş, sizə qol qanat vermiş, sizin yüksəlişlərinizdə əmək olmuş insanların haqqında söz deyə biləsiniz. Uzun sözün qısası Ramiz Mustafayevi xatırlayırıq. Mən ilk olaraq sizi salamlayıram Rafael müəllim, radio vasitəsilə bütün dinləyiciləri salamlayıram. Və fürsətdən istifadə edib onu qeyd etmək istəyirəm ki, sizin verilişiniz Azərbaycan mədəniyyətində, musiqi tarixində artıq özünə məxsus və maarifləndirici bir verilişdir. Bu il bildiyimiz kimi doğrudan da ölkəmiz üçün bir çox tarixi yubileylərlə yadda qalır. O cümlədən Azərbaycan radiosunun 100 illik yubileyidir. Və düşünürəm ki, Azərbaycan radiosu tarixində sizin məhz axşam görüşlərində olan verilişinizin böyük əhəmiyyəti həm də ondan ibarətdir ki, siz özünüz bəlkə də bunu bilmədən körpüləri birləşdirirsiniz. Çünki o verilişlər ki, siz zamanında böyük Azərbaycanımızın əbədi yaşarları ilə etmişsiniz. Bunlar hamısını mən uşaq ikən dinləmişəm. Bu verilişlərin hər biri bir, belə desək, bəlkə də elmi işə çevriləcək nə vaxtsa. Çünki oradan çox şeylər götürməkdir. Mən səni eşkimin sultanı sandım, göydə ulduzu da ayıd adamdım. Mən səni eşkimin sultanı sandım, göydə ulduzu da ayıd adamdım. Sən vəfasız sanmış mən intiqamdım, verdiyin əmanət bəs harda qaldı. Sən vəfasız sanmış mən intiqamdım, verdiyin əmanət bəs harda qaldı. Deyirdin ölününcə səndən dönmərəm, bu vəd bu dəyanət bəs harda qaldı. Deyirdin ölününcə səndən dönmərəm, bu vəd bu dəyanət bəs harda qaldı. Bəli, siz doğru vurğuladınız. Ramiz Mustafayev Azərbaycan bəstəkarlıq məktəbində böyük, özünə məxsus iz qoymuş bizim bəstəkarlardandır. Çox belə təsadüfi deyil ki, Ramiz Mustafayev ifaçılığa başlayıb. İlk onun musiqiyə qədəm qoyanda o Azərbaycan professional vokal məktəbimizin banisi Bülbülün tələbəsi olub. Mənim xatirimdə də o vaxtlar danışardı Ramiz müəllim ki, deyir, mən gəldim Bülbülün yanına, səsimi yoxladı, baxdı ki, gördü, yaxşı tenoram. Günlərin bir günü deyir, mən səhər radioda canlı yayımda oxumalıydım. Anamın bir şərfi var idi, onu doladım ki, mən indi səsimi açmalıyam, səhər tezdən 5 tamamda durmuşam. Dedim, əşi yox, bu da bir həyatdır, lazım deyil, mən oxuyan olmayacağım. Oxumağın başını buraxdım, gəldim Zeydmanın sinifinə, artıq bəstəkarlıqla məşğul oldum. Amma mən sizə deyim ki, Ramiz Mustafayev yeganə bəstəkarlardan idi ki, Azərbaycanda o vokal elmini, akademik vokalı bilirdi. Bilirdi ki, tenorun diapazonu nə qədərdir, soprananın diapazonu nə qədərdir, hansı tonallıqda yazsa bu daha uyğun olar, hansı tesiturada tenor üçün daha məqsədə uyğun hesab olunar. Bugün
görməzsiniz. Eteği güzarın zirvesi karlı dağlar. Seher akşam kiminse yolunu gözlersiniz. Ay intizarlı dağlar. Seher akşam kiminse yolunu gözlersiniz. Ay intizarlı dağlar. Ay etibarlı dağlar, sevdalı dağlar. Ay düzü darlı dağlar, vefalı dağlar. Ay etibarlı dağlar, sevdalı dağlar. Ay düzü darlı dağlar, vefalı dağlar. Bilirsiniz, bu çok vacip bir şeydi bəstəkar üçün ki, bir var bəstəkar gəlir elə də hər hansısa musiqi alətində talon fortepiano çala bilir falan, çala da bilməlidir. Çünki də bu bəstəkar olacaqdır. Amma bir də var ki, hansısa alətdən gəlir musiqiyə. İndi Ramiz Mustafayev vokala üst tutmuşdu, müəyyən qədər təcrübələr əldə edib vokaldan gəlir. İndi ayrı-ayrı bizim bəstəkarlarımız olub ki, biri tar çalıb, biri kamança çalıb, biri bilavasitə məsələn girib fortepiano sinifini ayrıca ifaçı kimi qutarıb, amma sonra gedib bəstəkarlığı da oxuyub. Skripka üzrə qutarıb, sonra gedib bəstəkarlığı da oxuyub. Və var da belələri, Vasif Adgözəlov, məsələn var Tofiq Başxanov, bunlar 2 fakültə qutarıblar orada. Həm instrumentalist kimi qutarıblar, həm də sonra bəstəkar kimi. Və bunların o yazdığı əsərləri, bəstələdiyi əsərləri, tutalım ki, oradakı fortepiano üzrə bu əgər sırf mütəxəssissə, başqa bəstəkarın yazdığından mütləq bununki seçilir. O fortepianonun ruhun, incəliklərin, o sadə ifaçını tutmadığı incəliklər. Skripkanın, tutalım skripkanın bu dilin bilir. Skripka bunun üçün əsasdır, ürəyidir bu. Elə qurur, elə bəstələyir və onun içərisində elə incəliklər olur ki, başqa bəstəkarda ömründə ola bilməz. Odur ki, Ramiz Mustafayevin əlbəttə ki, vokaldan bir körpü olaraq bəstəkarlığa gəlməsi onun böyük üstünlüyüdür və musiqisində də görünür. Ola bilsin, sadə insan, adi tamaşaçı, adi dinləyici bunu tutmasın, amma profesional görür axı. Tamamilə sizlə razıyam. Çünki o skripkanı dediniz, o orkestrovkada da özünü büruzə verir. Eyni zamanda mən onu qeyd edeyim ki, Ramiz Mustafayevin unikallığı ondan ibarət idi ki, biz musiqi dilində ona polifonik düşüncə deyirik. Orkestrovkanın zənginliyi onun polifonik xəttindədir. Və onun orkestrovkalarını dinləyərkən, istər onun belə kantatalarını, simfonik poemalarını, onun Vaqif operasını dinləyərkən biz orada o polifonik fəlsəfi düşüncəni görürük. Bu da bizə əsas verir ona demək ki, bəstəkarın düşüncəsi çox zəngin olub. Mənim xatirimdədir 95-96-cı illər mənim musiqi ümumiyyətlə yaradıcılığımın ilkin başlanğıc devri idi. Mənim onda 11-12 yaşlarım var idi. Mərhum müəllimim Mobil Əhmədovla biz bütün belə musiqi ocaqlarını gəzirdik. Və belə oldu ki, Tanrının bir qismətidir yəqin ki bu. Bir vaxtda bu bizim böyük musiqiçilərin mən şahidi oldum, onları gördüm və onlar da sanki bir vaxtda hamısı dünyasına dəyişdi. İndi günlərin bir günü Ramiz Mustafayevlə tanışdığımı deyim. O vaxtda Səadət Sarayının yerində Bəstəkarlar İttifaqı bir müddət orada eləşirdi. Mobil müəllim də elə biz hər gün görüşərdik, teatra gedərdik, konservatoriyaya baş çəkərdik. Və günlərin bir günü bu görüşlərdən də biri belə oldu ki, dedi, gəl gedək Tofiq müəllimin yanına, bir dəyim onun yanına, ürəyim Tofiq müəllimi görmək istəyir. Bu anda biz gəldik Bəstəkarlar İttifaqına, onda da hava çox soyuq idi. Və qapıda əyləşən orada Ülviyə xanım var idi, o bizi qarşıladı. Mən içəri daxil olanda, o insanlar ki, onların mən foto şəklini görmüşdüm Mobil müəllimlə. Onları həyatda gördüm. Onlar kim idi? Tofiq Quliyev, Vasif Adgözəlov, Emin Sabitoğlu, Ramiz Mustafayev, Rəşid Şəfəq, Namiq Nəbiyev və bu insanları mən görəndə, bu bəstəkarları, Musa müəllim və belə təbii ki, belə sevincimin həddi hüdudu olmadı. Onların içində ən emosional da Ramiz Mustafayev idi. Ramiz müəllim mənim o günü mənim indiyə qədər yadımdadır. Tofiq müəllim rayələr arxasından keçdi.
və hətta mahnını ifa eləyəndən sonra Mobil müəllimə məsləhət gördü ki, Süleyman müəllim də oradaydı. Məsləhət gördü ki, bunu gələcəkdə operettaya apar öz yanıva. Təbii ki, onda çox uşaq idim. 1999-cu ildə mən artıq Azərbaycan Dövlət o vaxt musiqili komediya teatrı idi. Ora düzələndə mənim 15 yaşım var idi. Bir çıt ulduz tək parlaqdır, bir çıt ulduz tək parlaqdır, sənin o qara gözlərin, inan ki solar eşqimiz, baxsa yadlara gözlərin. Ay qız, gülməsən hər üzər, könül verməsən hər sözə. Kim sever mənim qədər sənin qara gözünü? Kim sever mənim qədər sənin qara gözünü? Biz hələ hər gün Mobil müəllimlə bulvarda görüşürdük. Nəriman Əzimov, mən, Ramiz Mustafayev, Ramik Muxtar. Bunlar hamısı əyləşirdilər. Bunların özlərinin öz söhbətləri var idi. Qara Qarayevdən danışırdılar, Fikrət Əmirovdan danışırdılar. Özlərindən əvvəlki nəsli, belə desək, yaradıcılarını təhlil edirdilər. Zeydmanla danışırdılar, Üzeyir bəydən danışırdılar. O Kərim Kərimov var idi, Kamal Kərimovun qardaşı, Nadir Kərimov. Onlar da orada yadımdadır ki, bir yerdə olurdular. Ramiz müəllim də təbii ki, hər zaman xordan sonra saat 3-də yığılışırdılar həmin o Lalə kafesi adlanan o çayxanaya. Və 2000-ci il idi, mən də çox aktiv çalışırdım. Artıq şəhərdə də bir böyük bir səs yaranmışdı ki, 15 yaşlı uşaq artıq musiqili teatrda işləyir. Hələ məktəbdə oxuyurdum. Onda məni artıq işə götürmüşdülər. Yarımışda da hələ pasportum da yox idi, şəxsiyyət vəsiqəm də yox idi. Metrika ilə götürmüşdülər. Belə oldu ki, Ramiz müəllim dedi ki, nədir, ay Mobil, gəlsin hələ mən bunu götürüm bizim xorda, indiki Cahangir vadına xorda otursun. O həm onun vokalına kömək eləyər, həm də eyni zamanda mən ona, onun bir yaxşı bir sözü var idi, solistə deyir də salirvit eləyər. Deyir də salirvit eləyər. Belə oldu ki, mən artıq 2000-ci ildə Azərbaycan televiziyası və radiosuna artıq xoruna üzv oldum və o xorda da görün kimlər işləyirdi onda. O hansı mən gələndə hamısı qocaman insanlar idi, hansı ki peşəkarlar idi. Doğrudan da ora mənə böyük bir məktəb verdi. Və belə oldu ki, Ramiz müəllimlə biz mütəmadi olaraq başladıq işləməyə. Biz hər gün demək olar bir yerdə, evə də bir yerdə gəlirdik. Onun o zarafatları, onun o Rəşid Behbudovla olan xatirələri, o sağ ikən elə mən onun Məlahət Sultanı, Yadıma Sən Düşürsən romanslarını, Qafqaz haqqında romansı ifa eləyirdim və həmişə də deyirdi ki, kaş Rəşid sağ olsaydı, sənin bu ifanı eşidərdi.
və özü o belə deyək romansları mənə öyrədirdi. Günlərin bir günü artıq ölümünə yaxın idi, belə desək. Artıq bir il ölümünə yaxın idi. Mən günlərin bir gün dedim ki, Ramiz müəllim, mən istəyirəm ki, Vaqifi oxuyum. Dedi, gəl, bilirsən oradan arayan. Dedim, bəli, Lütfiyar müəllimdən mən öyrənmişəm. Mən artıq operanı tam bilirəm. Dedi, necə tam bilirsən? Dedim, orada mən Azərbaycan televiziyasından mən o lentləri çıxartmışam, öyrənmişəm, notlara da baxmışam. Dedi, sən açan buna vaxtın çatdı. Dedim, mən tam bu gün də oxuya bilərəm. Həm Koroğlunu bilirəm, həm də Vaqifi də bilirəm. Vaqif də Lütfiyar İmanovun həyatında böyük bir dönəm idi. O vaxtı Səməd Ruğunun eyni ilə bu piyesindən libretto müəllifi Firudin Mehdiyev idi. Yeri gəlmişkən onu deyim ki, Firudin Mehdiyevin gələn il onun da 100 illiyi idi. Firudin Mehdiyev Bülbülün yetirmələrindən olmuş, eyni zamanda bizim vokal elmimizə çox böyük töhfələri dəyib. Və Ramiz Mustafayevlə də onlar çox yaxın dost olduğu üçün o libretto müəllifini Firudin Mehdiyevə həvalə eləmişdi. Və 61-ci ildə bu Vaqif operası artıq yazıldı və əsər mükafatda da layiq görüldü Lütfiyar İmanovun səsinə. Və Lütfiyar İmanovun həyatında da Koroğludan sonra Vaqif bir yeni bir dönəm oldu. Necə ki, mənim həyatımda sizin yazdığınız Nəsimi operası mənim yaradıcılığımda yeni bir səhifəyə çevrildi. Mən buna görə sizə minnətdaram və Siyavuş Kərimiyə də çox sağ ol bildirirəm. Niyə? Çünki insan özünü artıq yeni bir səhifə yaradır. Bir var, sən özündən öncəki tamaşalarla artıq ifa eləyirsən, yenə də surət olursan. Amma bir də var ki, bu operanın ilk ifaçısı sən olursan. Tək ilk ifaçı məsələsi də deyil. İndi o artıq 2 dəfə Heydər Əliyev sarayında hər dəfədə 2000-dən çox adamın iştirakı ilə bu dinləndi və bu dinləyənlərin də böyük əksəriyyəti sadə dinləyici deyildi. Zövqlü, anlayan, musiqidən təcrübəsi olan insanlar hamısı çox yüksək qiymətləndirirdi və hamısı da baş qəhrəmanın ifasını Ramil Qasımovu ayrıca vurğulayırdılar ki, bu sadəcə ifa eləmək deyildi. Çünki o opera varsa, ortadadırsa və bunun yaranmasının arxasında uzun bir müddət var. Onun yarandığı müddətin ilk günündən o səhnəyə çıxanacan olan müddətin hamısında sən can yandırmışsan, bütün ürəyini qoymuşsan. Ona görə də bütün başqa operaların hamısı ilə müqayisədə bunun bir sıra məziyyətləri var bu operanın öz yerində. Amma əsas məziyyətlərdən biri ondan ibarətdir ki, bu operanın baş rolunun ifası ilk addımından tutmuş, onun səhnəyə çıxdığı ana qədər ki, bütün ağırlıqların böyük bir hissəsini çiynində daşımış adamdır, ürəyində daşımış adamdır. Və bizim çox böyük sənət əsərlərimiz, opera incilərimiz var, orada baş rolləri ifa edilmiş təkrarsız müğənnilərimiz var, amma heç birinin bioqrafiyasında bu ilk andan səhnəyə çıxan ana qədər ki, bütün ağırlıqların böyük bir hissəsini çiynində daşımaq məsuliyyəti olmayıb o birisilərində. Və sənin həyatının bir parçasıdır. Ona görə uğurlu da alınmalıydı. Təbii ki, o vokal imkanları, ifadənin tərzi, duymaq, çatdırmaq qabiliyyəti öz yerində. Amma həm də bir yaşamaq var axı, bunu bioqrafiyanın bir parçasına döndərmək. Hələb darvazası açılan zaman sabah yok bir gün tan kızaranda, sabah yok bir gün tan kızaranda, size deseler ki geçmişem orada, ne efsane sayın ne de ki uydurma. Qaydaq Nəsimidən daha sonraki klassika Vaqifə. Bəli. Deməli, Ramiz müəllimlə biz ki, mütəmadi olaraq başladıq işləməyə. Bu, hətta onun belə bir müsahibəsi də var. Orada deyir ki, mən əminəm ki, sən zaman gələcək, bizim Azərbaycanımızın ən yadda qalan Vaqiflərindən biri olacaqsan. Bu Vaqif operasını mən belə oldu ki, artıq onun vəfatından sonra mən özümə borc bildim ki, bunu bərpa edeyim. Və
15-ci ildə mən artıq Vaqifi bərpa elədim və bunu səhnədə ifa elədim. İndi bu il onun 100 illiyidir. Dostluq təkcə insanın fiziki olaraq olanda onunla dostluq demək deyil. Dostluq əbədi olaraq olmalıdır. Mən də özümdən əvvəlki nəslə həmişə böyük ehtiramla yanaşıram. Bu ustadım Mobil Əhmədovdur ki, hansı ki dünyasını 20 ilə yaxında dəyişib, amma hər il Gəncəyə gedirəm, gül qoyuram məzar üstünə. O cümlədən də bizim yaşımızın fərqinə baxmayaraq mən Ramiz Mustafayevlə dost olmuşam. O özü bunu deyirdi. Deyirsən mənim ən yaxın dostlarımdan ən sonuncusan və hər gün elə olmurdu ki biz onunla danışmayaq. Gecə saat belə görürsünüz, saat 2-nin yarısı zəng gelirdi ki, Ramil yuxarıda Sibikar var, deyirdim Ramiz müəllim var. Səhər saat 11-də olarsan biz də evdə baxarıq, məşq eləyərik. Azad olacaq Qarabağ oratoriyasını ifa eləyirdim. Göstərin hünər oratoriyasını da ifa eləmişəm, onun yazdığı. Sonra onun bir çox yeni mənim səsimi nəzərə alıb yazdığı romanslar, mahnılar. Amma onlar sırasında Vaqif operası mən deyərdim ki, özü də bunu qeyd eləyirdi, hətta bəstəkarlar da qeyd eləyirdi. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar iftilatında sədaqət görmədim. Eyyəti iqrari hani dəyanət görmədim. Sadiqi zərrə kərəm yoxdur kərəmətində zər. İşlənəm işlərdəyəm hani dəyanət görmədim. İşlərəm işlərdəyəm hani dəyanət görmədim. Mənim yadımdadır günlərin bir günü biz artıq konservatoriyadaydıq. Hacı Xan Məmmədov sağ idi onda. Biz gəldik konservatoriyaya, mən idim otaqda, Namiq Nəbiyev idi, Süleyman müəllim idi, rəhmətli və biz Namiq müəllimlə əsərlərə baxırdıq. O da Hacı Ağayev var idi o vaxtı şair. Onun sözlərinə, o radioda da işləyirdi onun. Jurnalist idi o cüzdə. Onun sözlərinə bir mahnı romans üzərində işləyirdi Ramiz müəllimlə. Belə oldu ki, Hacı Xan Məmmədov daxil oldu içəri. Biz görüşdük. Mən dedim ki, Hacı müəllim, mən dedim sizin bir dəqiqə operettanızın vurğunuyam. Dedi, sən gənc oğlan, sən mənim bu 60-cı ildə yazılan operettamı hardan bilirsən? Dedim Hacı Xan Məmmədova ki, Hacı müəllim, mən oradakı bütün ariyaları əzbərə bilirəm. Və başladım onu ifa eləməyə. Orada Ramiz müəllimlə artıq diyaloq yarandı və belə oldu ki, Hacı müəllim dedi ki, Ramiz Mustafayevin biz gənc ikən Vaqif operasını yazanda biz dedi o operaları dünya operaları ilə artıq başladıq müqayisə eləməyə. Niyə? Çünki baxın 37-ci ildə Üzeybəy Koroğlunu yazanda artıq Avropa operasının belə desək qoxusu gəlirdi. Çünki Üzeybəy ona qədər yazdığı operalarda sırf milli ruh duyulurdu. Burada da duyulurdu, amma artıq 38-ci ildə ki bu Moskvada təqdim olundu, bu bir yeni bir dönəm oldu. Və ondan sonra operalar, istər 53-cü ildə yazılan Sevil operası, istər 40-cı illərdə yazılan Nizamisi, Nərgizi və 61-ci ildə də yeni bir həyata qədəm qoyan Vaqif operası artıq Verdidən, Puccini'dən, Leoncavallo'dan bəhrələnmiş bir, təkmilləşmiş bir opera idi. Yəni burada operanın fakturası bəlli olunurdu. Burada ariozalar,
kvartetlər, kvintetlər, duetlər forma etibarı ilə artıq opera formasını yarandı. İndi bu dostluğun təməlində təbii ki, yaradıcılıq durur. Bizim qarşılıqlı mübadiləmiz durur. Fikirlərimizin biri-birinə oxşarlığı durur. Məsələn, necə olurdu ki, mən 22 yaşlı bir oğlan Ramiz Mustafayevlə bir də görürsünüz, biz 3 saat söhbət edirdik. Elə bu sizlə də belə olub həmişə. Bu niyə? Çünki bu insanın daxili düşüncələrinin zənginliyidir. Ramiz müəllim də təkcə bəstəkar deyildi. O gözəl eyni zamanda rəssamlıq qabiliyyəti də var. Güllü Mustafayeva, Ramiz Mustafayevin bacısı Azərbaycanın ən özünə məxsus rəssamlarından biri idi və Azərbaycan rəssamlığında o Məhsəti Gəncəvinin portretinin müəllifi kimi çox məşhur olub. Amma Güllü Mustafayevin yaradıcı çox geniş bir yaradıcılığı var və həyatı elə gətirmişdi ki, taleyini də rəssamlardan bağlamışdı. Demək ki, bu əvvəlcə bu Həsən Haqverdiyevlə ailə həyatı qurmuşdular, sonra o taleyi ilə gətirmişdi ki, bu yollar ayrılmışdı falan. Amma sonra yenə elə ailəsi yenə rəssamlarla bağlı oldu. Digər tərəfdən Ramiz Mustafayevin də həyat yoldaşı, o da pianoçu idi, musiqiçi idi. Yəni indi bu nəslin indi şaxələnməsinə nəzər yetirəndə görürsən ki, bu nəslin içərisində nə qədər sənətlə, kino ilə, teatrla, musiqi ilə, rəssamlıqla bağlı insanlar var. Ümumiyyətlə bu nəslin özü və nəslin qovuşduğu nəsillərin hamısı sənətlə bağlı insanlardır və heç bir də ikinci dərəcəli deyil. Tamamilə sizdən razıyam. Elə bu məqamda biz Faiq Mustafayevin adını çəkməsək olmaz. Azərbaycan Dirijorluq Məktəbində onun qardaşı Faiq Mustafayevin böyük danılmaz xidmətləri var. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uzun illər istər baletlərin, istər operaların, elə Vaqif operasının mənim yadımdadır, o vaxt Lütfi Ərəmi danışırdı. Deyir, bunlar indi iki qardaş idilər. Bu pult arxasındadır və deyir, Ramiz müəllim də əsərin müəllifidir. Bu deyir, qardaşdır, başlayırlar mübahisə eləməyə. Deyir, əsərin məşqi dayanırdı, deyir, bunlar mübahisə edirlər, o yaradıcı prosesdir də. Lütfi Ərəmi müəllim həmişə deyirdi ki, bu Faiq müəllim də çox işinin bilicisi idi. Hətta mən bu yaxınlarda bir arxivdən bir material əlimə düşdü. Mən sizə onu təqdim eləyərəm. Ramiz Mustafayevin məhz Vaqif operasının məşq prosesləri orada çəkilib. Orada Xuraman rolunda SSR xalq artisti Firəngiz Əhmədov ifa eləyir və Vaqif rolunda SSR xalq artisti Lütfi Ərimanov. Mən xülasə nəyə demək istəyirəm ki, Ramiz müəllimin təkcə bəstəkarlığı deyil, eyni zamanda onun qəlbi çox böyük bağlı idi xor yaradıcılığına. Misal üçün, Azərbaycanda mən sizə bir həqiqəti deyim. Üzeyir bəyin bunu çox adam bilmir. 36-cı ildə Azərbaycan televiziyası və radiosunun nəzdində yaratdığı xor, daha sonra onun tələbəsi Cahangir Cahangirov davam etdirdi. Amma Cahangir Cahangirovdan sonra
ən çox xora rəhbərlik eləyən Ramiz Mustafayev olub. Udam hekki salam, uda duz şörey, dünyada dert var, benim derdim tek, könlüm günden güne, ah deyip ağlar, ruhime sığmayır bu dar saraylar. Mən düşünürəm ki, Ramiz Mustafayev sənəti çox təhlil olunacaq və onu da qeyd edeyim ki, özümə borc bildim. Fürsətdən istifadə edib onu qeyd eləmək istəyirəm ki, oktyabr ayının 16-sı Vaqif operası təqdim olunacaq. Özdə düz onun doğum günündə salmışam ki, onun ruhu şad olsun. Və oktyabrın 22-si Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor, əməkdar artist, yaxın dostum Əyyub Quliyevin rəhbərliyi ilə, Qara Qarayev adına kamera orkestrinin müşayiəti ilə onun əsərlərini yenidən canlandıracağam, yenidən işləyirik, onun əsərləri yenidən səslənəcək. O əsərlər sırasında onun mahnıları, romansları yenidən müasir Azərbaycan tamaşaçısına təqdim olunacaq. Mən fürsətdən istifadə edib onun bütün əzizlərinə, yaxınlarına təşəkkür edirəm ona görə ki, çünki onun bilirəm ki, Zemfira xanım onun bacısı qızıdır və o da Ramiz müəllimin əsərlərinin yaşaması üçün çox böyük işlər görür. Mən sizə təşəkkür edirəm ki, bugün siz dəyərli zamanınızı, vaxtınızı sərf edib Ramiz müəllimin yaradıcılığına nəzər yetirdiniz və əminəm ki, bizi dinləyən radio dinləyiciləri də Ramiz Mustafayev yaradıcılığından daha da tanış olacaqlar və gələcəkdə də onun nəsildən nəsilə ötürülməsində əlindən gəlməsi. Gönül açdım sənə mən nazlı yar, ötəndə ilk baharda qumrular. Gönül açdım sənə mən nazlı yar, ötəndə ilk baharda qumrular. And içi bəhd elədik sevgili, and içi bəhd elədik sevgilim, çəkdik şəklimizi sağsular, çəkdik şəklimizi sağsular. Çıxanda tarlaya mən hər sənə, düşünürəm aramda səni, deyirəm ki, boşacaq gəlir şey. Deyirəm ki, boşacaq gəlir şey. Bir zamanlar bu çölü çəməni, bir zamanlar bu çölü çəməni. Mən sizə çox təşəkkür edirəm, çünki xatiriyə hörmət musiqimizdə, sənətimizdə və ömrümüzdə yeri olanları anmaq, yaşatmaq çox nəcib bir hissiyatdır və siz də bir borc olaraq Ramiz Mustafayev və bizim bu qəbildən artıq klassiklərimiz cərgəsinə qoşulmuş sənətkarları yaşatmaq istiqamətində çox iş görürsünüz. Belə sözdə demək çox yaxşıdır ki, sevirəm, rəğbət bəsləyirəm, heyranam. Amma iş görəndə hər kəs biraz artıq başlayır lənginməyə. Siz konkret iş görürsünüz, o ilə Vaqifin dirilməsi, təzdən səhnəyə gəlməsi, təzdən səslənməsi, həm də təqvimin hansı günündə. Bunun çox böyük mənası var və bu Ramiz Mustafayevin xatirəsinə çox böyük bir ehtiramın əlamətidir.
Ramiz müəllimin belə bir insan olarak görükür. Həmişə bu içerisinde ideyalar çok, fikirler çok, iş çok olan insanlar həmişə biraz gergin olurlar, biraz əsəb olurlar, biraz sert olurlar. Ve Ramiz Mustafayev'in xasiyyətində de bir sertlik vardı, danışığında da vardı. Hatta o sertliğin hatta elə bir həddidir, müəyyən qədər kənardan baxana biraz kobudluq kimi görünə də bilərdi. Bu vardı, bunlar hamısı vardı. Amma mən neçə dəfələrlə Ramiz Mustafayevlə müsahibələrimiz də olub, onun haqqında ayrıca verilişlər də hazırlamışam. Mənə xüsusi bir rəğbəti var idi belə və həmişə mənlə danışanda sanki bunun səsi də dəyişirdi. Daha mehriban olurdu, daha nəvazişli bir. Mənə xüsusi rəğbəti vardı. Mən də təbii ki ona, mən istənilən halda bir ağsaqqal böyük, bizim musiqimizdə yer olan bir insan kimi və nəslinə də bələd idim. Bütün bunların hamısını tanıyırdım ve ayrı-ayrılıkta bu nəsil, bu çevrenin etrafında olan ayrı-ayrı insanlarla bağlı verilişler de hazırlamıştım. Demek bir dəfə elə bu telefonla danışırıq, şəhər telefonuydu, o vaxtda bir mobil falan zat da yox idi. Yanımda da bir nəfər oturup da bunun səsi de telefonda da çok böyle aydın eşitilən o vaxtıyla bu vakala üst tutmasıyla qalmışdı onda. Səsi de telefondan da çok gür gelir. Mənlə danışanda bu çok görüm böyle evvel zəngi yanımda oturan adam elə eyni masanın arkasında təxminən oturmuş, orada oturup ben burada. Səsi aydın eşidir. Demek evvel ben zəng eləyəndə dəstəyi götürən birinci alyosu görünür ki çok sertti, o karakterine uygun olarak. Ama görəndən sonra ki mənim səsim geldi burada, səs elə bir ki yumuşaldı ve böyle çok nəvazişkar, böyle yumuşaq, mehriban danışır. Yanımdaki adam da musiqiçiydi ve musik adamlardan hamısını tanıyır, o da o köhnə nəslin adamlarından. Dedi bu Ramizdir, deyirəm bəli Ramiz müəllimdə. Deyir ki Ramiz belə danışmıraq adamlarla, başqalarıyla başqa cür danışır. Deyirəm yox da bu məndən həmişə deyirəm nədirsə çox mehriban, nəvazişlə danışır. Dedik indi mən onu fikirləşirəm, həmin o adi bu səsin tonunun özünün də mənası var. Hamımız yaşayırıq, həyatın içərisində bir ömür payımız var, yaşayırıq, çıxıb gedirik. Ramiz Mustafayev də yaşayıb çıxıb gedib. Bir insan sert ola bilər, bir insan yumuşaq ola bilər, bir insan dəlisov ola bilər, bir insan son derece həlim ola bilər. Muasirləri bilir bunu. Keçdin, getdin, ortada qalan sənin irsindir, yazdıqlarındır. Gələcəkdə üstündən 100 il keçir, 200 il keçir, 300 il keçir. Klassikdə biz bilmirik Füzulinin xasiyyəti necə olub. Biz bilmirik nizami insanların arasında necə davranıb. Ya bir başqası. Yaxın zamandakı adamların haqqında xatirələr var. Bilirik Cəfər Cabbarlı bir insan kimi necəymiş, sabir bir karakter kimi necəymiş, hansı zarafatçılıymış, hansı sertliymiş Qarabağı. Bunların hamısını bilirik ama 500 il əvvəl, 600 il əvvəl, 700 il əvvəl danışanları, yaşamışları bilmirik. Ama onları da bilirik. Bilirik yazdıklarına göre. Yazdıklarına esasına oxuyuruq Füzulini. Füzulinin o şiiri, Füzulinin sənəti deyir ki bunun xasiyyəti belə olub. Ola bilsin real insan kimi o cür olmayıb. Ama onun xasiyyətinin göstəricisi olur onun yarattıkları. Ve Ramiz Mustafayev de artık bizden zamanca uzaklaşmaya başlayır. Muasirler yavaş-yavaş tükenipler. Tek insanlar kalıplar. Ve birazdan sonra hiç tabii gedişat dolar da gedecekler. Ve ortada kalacak muasirler yok. Canlı hatireler yok. Yalnız Ramiz Mustafayev'in eserleri. Ve o Ramiz Mustafayev'in eserleri həmişə onu bize çok mehriban, çok nəvazişkar, öz millətinə, insanlara son derece məhəbbətli münasibət bəsləyən bir şəxsiyyət kimi canlandıracaq gözümüzün qabağında. Çünkü onun bu millete yadigar koyduğu ne varsa hamısında hem insanlara, hem yurttaşlarına, hem de halkına ve yurduna son derece büyük bir məhəbbət var. Ve yaradıcılığında, insanlara iz koyduğunda məhəbbət olan bir şəxsiyyət de o xalqıyla həmişə əlbəttə ki yaşayacaq. Mən onu qeyd eləmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənətinin bugün müasir nəslə çatdırılmasında sizin çox böyük xidmətləriniz var. Siz bu irsi qoruyursunuz. Siz bu irsi təbliğ edirsiniz. Buna görə sizə bir musiqiçi kimi, bir mədəniyyət xadimi kimi təşəkkürümü bildirirəm. Çünki bizi illər bir-birimizə bağlayır. Sizin çox gözəl fikriniz oldu ki, o nəsillər ki, hansı ki zamanında olub, onlar yoxdur. Biz onlardan indi xatirə kimi danışırıq. Amma o xatirələr çox müsbət, pozitiv xatirələrdir. İndi biz Ramiz Mustafayevi bugün yad elədik. Görün, Ramiz Mustafayevi ola bilər ki, dinləyicilərin əksəriyyəti tanımasın onu. Amma onun musiqilərindən tanıyacaqlar. O biləcəklər ki, Şamaxını yazan musiqisini, Gülnarə xanımı yazan,
Gecəniz xeyrə qalsın, Bakının ulduzları Rəşid Behbudovun ifasında və Anam yadıma düşdü Şövkət Ələkbərova. Bu mahnıların müəllifi Ramiz Mustafayevdir. Mən fürsətdən istifadə edib bir daha sizin bütün yaradıcı heyətə, başda siz olmaqla təşəkkürümü bildirirəm və əminəm ki, hələ sizin verilişinizdə biz çox bizim Azərbaycanımızın müqtədir və əbədi yaşar sənətkarlarını yad edəcəkdir. Ramil, mən sizə bir daha təşəkkür edirəm və gördüyünüz bütün xeyirxah musiqimizin daha artıq rövnəqlənməsinə xidmət edən işlərinizdə də uğur diləyirəm. Sağ olun. Birbirine göz vurur Bakının ulduzları, birbirine göz vurur Bakının ulduzları, yerde min bu saat kurur Bakının ulduzları, yerde min bu saat kurur Bakının ulduzları. Yollar nurla boyanır, ışıklıdır suları. Yollar nurla boyanır, ışıklıdır suları. Bu ruhlardan boylanır Bakının ulduzları. Bu ruhlardan boylanır Bakının ulduzları. Şeirə, sənətə sevgi Ramiz Mustafayevin damarlarından axan qandaydı. Anası Nabat xanım Seydəzim nəslindən idi. Seydəzim Şirvani məşhur Guşqıl müxəmməsində vacibdən vacib bir düstur müəyyənləşdirmişdi. Musiqi məclisinin əhli gərək əhli bəsər, ta görə pərdə-i əsrarıdə yüz nəqş-ü sövər. Musiqi zövqündən məhrum olmayan hər kəs, hər pərdədə yüzlərlə naxış, rəsm görməyi bacarmalıdır əlbəttə ki. Bəstəkar Ramiz Mustafayevin bu cür görə bilən iti və həssas gözləri vardı. Ona görə yaratdıqları yaddaşlarda və ürəklərdə yaşayır. Onun özünü də sənətimizin pərvazı bitməyən qanatlarında həmişə ucalarda saxlayır. Hörmətli dinləyicilər, axşam görüşlərinin unudulmaz bəstəkarımız Ramiz Mustafayevin xatirəsinə həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rafail Hüseynov hazırlayıb. Akşam görüşleri